Bu həsrət yetər dedim və durdum ayağa video çəkdim. Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəldiniz. Necəsiniz? Neçə vaxtdır ki vlog çəkmirdim. Bilirəm çoxunuz yazırdınız ki, hanı vlog? Mən də darıxmışdım əslində sizlər üçün, amma belə bir dönəm oldu ki, çox da ayaqda qalmaq, aktiv olmaq olmurdu. Özümü yığışdırmalıydım. Yəni biraz ona görə də vlog çəkə bilmirdim. Həyat bəzən bizə elə anlar göstərir ki, dayanmaq lazım olur. Yəni dayanıb nəfəs almaq, özünü toplamaq. Mən də elə elədim. Amma həyat dayanmır. Bildiyiniz kimi uşaq, ev, özüm, hər şey davam edir. Mən də bacardığım qədər gündəlik işlərimi, özümü yaxşı hiss etdirən balaca şeyləri elədim. Məsələn, bir fincan çay gətirdim. Məsələn, hara stolun üstünü səliqəyə saldım. Yəni qabları yudum. Belə az-az şeylər. Həm istirahət eləyirəm, həm də məsələn dururam, bütün evin qablarını filan yığıram, yuyuram, sonra 10 dəqiqə, 15 dəqiqə təkrar dincəlirəm. Daha sonra dururam. Yəni hamısını birdən-birə eləmirəm və elədikcə də istədim ki, sizə balaca bir vlog da olsa çıxardım ki, heç olmayanda bir-birimiz üçün darıxmamız biraz geçsin. Bu müddətdə çox düşündüm. Həm analıq hissi, həm qorxu, həm də həyəcan. Hamısı qarışır bir-birinə. Hər gün ayrı bir duyğu, hər gün ayrı bir həyəcan yaşayırsan. Bəlkə də siz də öz həyatınızda belə dövrlər yaşamısınız. Yəni hamımızın həyatında belə bir dövrlər olur və nəhayət ki, bu gün dedim ki, yetər. Yəni kameranı açım. Çünki həqiqətən də sizin mesajları oxumaq o qədər mənə enerji verir ki, yəni başa düşdüm ki, enerjim çəkilib. Belə günlərdə bilirsiniz, əslində mən bu dövrlərdə çox istirahət eləmişəm və elə günlər olub ki, demək olar ki, heç nə etməmişəm. Yəni sadəcə uzanmışam, telefona baxmışam, televizorda nəsə açıb baxmışam, amma heç biri yadımda qalmayıb. Yəni durub baxanda ki, mən bir neçə gün ərzində nələr eləmişəm, yəni nə önəmli bir şeyə baxmışam, inanın ki, heç biri mənim beynimdə yoxdur. Bax, elə həmin bu günlərdə anladım ki, boş yaşamaq, heç bir məqsədin olmamaq insanı daha çox yorulmuş. Düzdür, mən həmişə onsuz da deyirdim ki, həyatda bir məqsədimiz olsun. Çünki məqsədsiz həyat keçmir. Həqiqətən də məqsəd olmadan insan necə eləyə bilər ki, səhər durdun, lap ayaq üstündə olum, lap işim gücüm, yəni səhhətim yerində olsun, işimi gücümü görüm. Səhər durdun, yəni ev yığışdırdın, yemək bişirdin filan. Düzdür, bunlar da həqiqətən də önəmli bir missiyadır. Çünki analıq elə bir şeydir ki, analığın xadını yoxdur, analığın təbriki yoxdur, analığın maaşı yoxdur. Yəni bunlar önəmli bir şeydir. Sadəcə yəni həyatda kiçik də olsa şərt deyil ki, pul gətirəsən evə və yaxud gətirməyəsən. Gətirsən daha gözəl təbii ki. Çünki öz güvənin də artır, amma şərt deyil ki, sırf pul məqsədi ilə deyim. Amma insan həyatda bir məqsədi olmayanda, nə üçünsə çalışmayanda, elə yuxudan durursan, bilirsən ki, hər gün qab yuyacaqsan, yemək bişirəcəksən, uşağı məktəbə yola salacaqsan və axşam da bilirsən ki, yatacaqsan. Yəni heç bir məqsəd olmayanda həqiqətən həmişə deyirdim ki, adam yorular, insanı həyat yorar. Desəm də yaşamaq başqa bir şeydir. Həqiqətən bu günlərdə anladım ki, boş yaşamaq, heç bir məqsədinin olmamağı insanı daha çox yorur. İş görməkdən daha çox yorurmuş. Çünki fikir verirəm, bədənim dincəlir. Həqiqətən də dincəlibdi, amma ruhum yorulurdu. Hər səhər oyananda içimdə elə bir boşluq hiss edirdim ki, yəni nə istədiyimi bilmirəm, nə üçün durduğumu bilmirəm. Oyandım, neyniyəcək, uzanacam. Yəni heç bir işlə məşğul olmayacam. Niyə oyandığımı bilmirəm. Günlər də bir-birinin eynisi kimi keçir də. Elə bir ki, sanki təkrarlanan bir film izləyirəm. Hər gün oyanıram, eyni şey. Elə bir ki, iş çox görəndə fikirləşirsən ki, biraz dincəlim, hər şey yaxşılaşır. Amma yox, elə olmur həqiqətən. İnsan çox dincələndə, uzananda beynində min dənə fikir yaranır. Min dənə şey düşünürsən. Niyə heç nə eləmirəm? Niyə problem nədir? Və yaxud depressiya düşmək deyim, və yaxud gözləntinin artması deyim. Oturmursan, bekarsan da iş görmürsən. Fikirləşirsən ki, filan qohumum mənə əcəb yazmadı. Filan qohumum niyə mənim keyfimi soruşmadı? Bilir axı mən xəstəyəm. Və yaxud filan kəs o sözü dedi. Oturursan, onun dərinliyinə gedirsən. O nə mənada dedi? Analiz eləyirsən və yaxud keçmişə düşünürsən və yaxud depressiyalara girirsən, o qədər şey düşünürsən ki, o düşüncələr adamın evini yıxan şeylərdir və fikirləşirəm ki, indi daha çox əmin olmuşam ki, insanın həyatda işi olmayanda, məqsədi olmayanda, başıboş yaşayanda, bütün günü oturub nəyisə analiz eləyib və yaxud kimdənsə nələrisə gözləyib inciyib, amma yəni elə yaşayırsan, amma sənin bir məqsədin olanda, işin, gücün olanda heç yorğunluqdan kimsə ağılıva gəlmiş ki, sən yazasın, onda qalmış ki, ondan mesaj gözləyəsən, ondan zəng gözləyəsən, onun hansısa bir sözünü loroduldə desə başına ip atasan. Ən pisi də odur ki, yəni biz nəsə etsək də, ya heç nə etməsək belə zaman gedir. Yəni zaman bizi gözləmir. Günlər keçir, həftələr keçir və mən bir gün baxıram ki, yəni bir ay tamam oldu məsələn, amma heç bir dəyişiklik yoxdur. Nə ruhun dincəlir, nə beynin dincəlir. Sadəcə hər şey eyni yerdə dayanıb. Sən elə düşünürsən ki, sən maksimum 1-2 gündür, 3 gündür nədir ki, sən dincəldin, amma hiss eləmirsən. Gün günün ardınca bomboş keçir. Bu bomboş günləri ki, mən praktika elədim,
həqiqətən bu bomboş keçən günlərdə anladım ki, istirahət uzanmaq deyil. İstirahət özünü dolu hiss etməkdir. Hətta balaca şeylərlə, bir kitab oxumaqla, pəncərəni açıb təmiz hava almaq, bir fincan çay içib düşünmək ya da evin bir küncünü səliqəyə salmaq. İnsanı bu balaca hərəkətlər həyata bağlayır. Bu səhər əslində biraz yuxum gəlirdi, amma yatmaq istəmirdim və fikirləşdim ki, bəlkə 5-dir də saat, bəlkə oyandım da yatmayım. İnanırsınız, bu yatmamaq, bu biraz iş görmək, bu sadə videodur da, elə qeyri-adi bir təmizlik falan da yoxdur, amma bunu çəkmək belə elə yaxşı təsir elədi ki, mən. Bu arada qızlar, bu sifarişim gəlib, hansı ki ətir sifariş vermişdim, görürdüm ki, hamı alır. Bilmirəm, altında 19.000 falan rəy var idi bu Bargella duxularının. Bu 2 dənə ətirini sifariş vermişdim. Biri deyəsən qırmızını bilirəm, 12 manat 98 qəpik idi, amma bunu bilmirəm. İkisini də aldım, yoxladım. Çox qəşəng iyləri var həqiqətən də. Bunu da bəyəndim, bu 122-ni. Digərini elə bil ki, daha da çox bəyəndim, daha da qəşəngdir. Yəni bu qiyməti əslində adama nə verirlər ki, heç nə, amma 2 dənə duxum olmuş oldu. Həmişə deyirəm də, saat bu 5-də oyanmaq ki var, elə yaxşı təsir edir ki adama. Günorta yenə də ürəyim istəyəndə gedib biraz yatıram. Burada artıq saat 9-dur, mən Hüseyni oyatmağa gedirəm. O ana qədər, yəni bu ana qədər bütün həm videolarım var idi, onları montaj eləmişəm, həm evlərin bütün səliqəsini bitirmişəm, tər yerində, yatağın üstü falan topludur. Yəni belə olduğu halda mənə çox yaxşı təsir eləyir. Uşaqdan əvvəl oyandığım üçün uşağa keyikimi də belə durğuzmuram. Həmən hansı ki uşaqla birlikdə olanda adam stresli olur. Yəni onunla birlikdə oyananda yuxulu olur, uşağı da acılayır. Amma burada məsələn bütün işlərimi bitirmişəm, mətbəx falan da hamısı səliqəlidir. Daha rahat oluram. Hüseyn bu arada glazok kimi yeməyi xoşlayır, amma ki yumşaq yox, biraz belə bərk eləyirəm, amma o formada eləyirəm. Qarışdıranda çox da xoşu gəlmir. Sadəcə kənd yumurtasıdır deyə mən adətən onu ayrı fincanda eləyirəm. Bir-bir vururam ki, çünki hansı içərisində nəsə olar, bir yumurta digər yumurtanı da məhv eləməsin deyə. Bu müddətdə o qədər düşünməyə vaxtım olub ki, bəzən elə bilirdim ki, heç nəyə həvəsim qalmayıb falan. Amma başa düşdüm ki, həvəs gəlmir. O yaradılır. Yəni bir addım atırsan, sonra ikinci gəlir. Bir stolu yığışdırırsan, ürəyin açılır, gülləri də sulayırsan, evin havası dəyişir. Uşağın çantasını hazırlayırsan, bir işi bitirdim hissi yaranır deyə. Bu hiss səni ikinci işə də aparır. Bildiyiniz kimi belə bir butulka almışdım, amma o qədər ağırdı ki, elə bu özü bəlkə də boş yarım kilo var. Su da töküləndə bəlkə 1 kilo olur. Ona görə belə bir şey aldım. Bu biraz kalçukdu deyə biraz yüngüldür. Bundan istifadə edirik gələk. Dərs barəsində deyə bilərəm ki, ən rahat ilmi yaşayıram. 1-ci sinif və 2-ci sinifdə çox əziyyət çəkmişəm. Bütün əsəblərimin hamısı Hüseynə dərs başa salmaqla gedib və hər dəfə özümə söz verirdim ki, dərsə oturmamış, çox səbirli danışacağam, çünki o uşaqdır. Hələ yəni öyrənməyib, hələ ki bilmədiyi bir şey üçün, yəni mənim özüm də bilmədiyim vaxtlar olub, onu da anlamayacağam. Amma dərsdə elə bir dərəcədə adama əsəb gəlir ki, bir anda özümü qışqırarkən tapırdım. İlk dəfədir ki, bu il Hüseyn özü dərslərini eləyir, heç bir şey soruşmur. O qədər beynim rahatlaşıb ki, yəni şükür eləyirəm, həqiqətən də bu özü mənim üçün böyük bir şeydir. Həqiqətən böyük bir şeydir. Uşağı isə özüm apara bilmirəm. Hələ ki taksi tutmuşuq, həmən taksi aparır və yaxud atası evdə olduğu günlərdə isə atası aparır. İnanın ki, o qədər qəribə hiss eləyirəm. Yəni ki, əvvəl yorucu gəlirdi Hüseyni aparıb filan eləmək, amma indi Hüseyni öz əllərimlə aparıb harda, yəni gedib məktəbə girməyini filan görmürəm deyə. Nə qədər kimsə aparsa belə özüm apardığım rahatçılığı mənə gəlmir. İçimdə ancaq narahatçılıq filan qalır. Bu arada artıq 2-3 gündür Hüseyn öz yerini özü yığır. Mükəmməl olmasa belə o yerə mən əlimi vurmuram, deyirəm ki, əladır, çox qəşəngdir. Çünki yatağını yığmaq böyük bir şeydir. Hətta buna aid o qədər kitab var ki, yatağını topla filan deyilir. Allah, bu nə yalan zirlədi? Bu nə güzəldi? Bugün yaxşı qiymətlər alacaq Hüseyn. Dünən sayladan nə almışam? Dünən hamısından 5 alsın. Hamısından 5 alsın. Hər şeydən. Və əla niyə demədim? Əladır. 2 dənə əla həm də. 2 dənə əla, hə. Maşallah. Heç birisi baxmamışdı dedim. Maşallah. Texnologiyada dedim. Maşallah, maşallah. Mənim evdə vərəq vermişdi. Sinifdəki ən qəşəng uşaq 2 səhv aldı, mən 0 səhv aldım. Ən yaxşı bilən uşaq belə 2 səhv alıb, sən amma 0, hə? Aferin. Bu xasiyyətimi sevmirəm. Biraz cəmaət xaricə yollayır uşağını. Mən buradan bura məktəbə tək yollayanda elə bir duyğulara girirəm ki, güya ki Hüseyni harasa ömürlük göndərirəm. Yadınıza gəlir, bu gülləri mən əkmişdim.
Bunlar hamısı tutublar. Hamısı maşallah tutublar. Nədənsə belə suvenirləri heç xoşlamıram. Qoymuşam ki, atım. Nə bilim, bilmirəm. Əvvəldən suvenir xoşlamamışam. Elə həyətə düşmüşkən biraz paltarlar vardı. Dedim ki, onları da yuyum. Nədənsə ləkələri yenə həmişəki kimi üstündə qalıb. Ona görə də 3 dənə koftanı götürdüm ki, bu aralar da narı o qədər yeyirəm ki, koftaları ləkə eləmişəm. Bu aralar ən çox yediyim şey nardır. Bəlkə günə 7-8 dənə yeyirəm. Əllərim də qaralıb nar yeməkdən. Neçə günlərdir bu pampersi yadınıza gəlir. Axırıncı Sumqayıtdan alanda, alış-veriş eləyəndə almışdım. Hansı ki baxmışdım ki, ağ rəng üstündə belə balaca ulduzları var. Hansı yaxşı firmadır, onu almamışam əslində. Yəni fərqi yoxdur, yaxşı firmadır, pis firmadır, ona baxmamışam. Əsas odur ki, dekorasiyasından baxmışam ki, qəşəng olsun. Balaca mini belə pampers tortu kimi eləmək istirdim. Əvvəllər düzün deyim ki, belə şeylərə daha çox önəm verirdim. Yəni Hüseyndə filan. İndi belə bir şeylər o qədər də mənim üçün önəmli deyil. Sadəcə Hüseynə etmişəm deyə istədim ki, indi də eləyim. Həm də eləmişkən videoda çəkim, insanlara maraqlı gəlir deyə belə videolar. Sadəcə neçə gündür ki, neçə günlərdir tam yaxşı olandan hələ yaxşı idim bunlara mən alanda. Onlar mənə baxır, mən də onlara baxıram. Yəni o qədər pis oluram gözə baxanda ki, nə vaxt eləyəcəm, nə vaxt eləyəcəm. İnanırsınız, durdum, saata baxdım, bəlkə 40 dəqiqə filan çəkdi, çəkmədi də mən bunu eləməyim. Ondan ötürü neçə gündür ki, onlar mənə baxır, mən də onlara baxıram. Altındakı bəhdu hansı ki Azzanın tortunun qutusudur. Yəni hansısa tort qutusu olsun da elə bir şeydir. Üstündəki bu uzun olan isə Falqanın firan belə kardonudur. Saxlamışdım, bərk olur olar. Belə işlərdə lazım olur. Sadəcə pampersləri rezindən eləyirlər. Bir-bir rezin keçirdilər. Məndə rezin yox idi. Fikirləşdim ki, nə ilə eləyə bilərəm. Gördüm ki, skoç asanlıqla qopur. Belə balaca skoçdur. Yəni yapışıb qalmır. Yəni skoç ağlıma girdi, onunla elədim. Çox yaxşı oldu. Yəni bununla rahatlıqla eləyə bilərsiniz. Çünki rezin hamının evində olmur, amma bu olur. Dediyim kimi, əvvəl kimi mənim üçün belə marağı falan qalmayıb belə şeylərin. Amma onsuz da pampers almalıydım. Onsuz da şampun falan almalıydım. Gedəndə şampun belə falan almışdım. Onsuz da yəni onları almışamsa, balaca dedim niyə də düzəltməyim, mini belə bir şey evdə qalsın sadəcə. Yapışdırmamışdan əvvəldə şampunları belə qoydum. Hansı ki yerlərini təyin eləyirəm ki, necə, harda, necə qoyacam. Təyin eləyəndən sonra isə bunların alt tərəfinə bir dənə nəsə ya salfetka, ya kağız nəsə qoyuram. İndi burada göstərməmişəm. Bu şampunları qoyduğumun alt tərəfinə nəsə qoyuram, salfetka filan. Daha sonra onun üzərinə yapışdırıram ki, tam da belə dibə batmasınlar. Hələ konfet də eləmək istirdim. Bilmirəm, bəlkə konfet də elədim. Onu da çəkəcəm. İnşallah sizinlə paylaşacağam. Allah icazə versə, halım olsa filan. İnşallah onu da eləməyə fikrim var. Ən sonda isə bu Hüseynin bağça vaxtından, balaca vaxtından 2-3 yaşından olan çantasında olan mişqadır, evdə idi. Həmən mişqanı da qoydum ən üst hissəsinə. Hüseyn deyir ki, ana, yazıq uşaq, ona niyə köhnə mişqa qoymuşsan, təzə mişqa almamısan? Dedim, təzə mişqamız yox. Ya nə olacaq ki? Bilinmir, eləmir. Yəni evdədir də. Həmən köhnə mişqanı qoydum. Bu salfetkaları da belə qucağına verdim ki, qucağında tutub. Bu formada, yəni çox belə əziyyət çəkmədən qeyri-adi bir şey deyil deyim, amma ki şirin alındı məncə. Bu formada göründü. İndi isə istəyirəm ki, üstünə lent vurum. Lentin isə ən xoşuma gələn mavi rəng, bir də ki altından krem rəngi. İkisini bir yerdə xoşuma gəlir, qəşəng yaraşır rənglər bir-birinə. Əslində bu balaca bir şeydir, amma bunu eləmək insanın həyat enerjisini qaytarır arxaya. Yəni nəsə demirsən ki, eləyəcəm, həmən işi durub eləmək. Ona görə də anlayıram ki, heç nə eləməmək həqiqətən rahatlıq deyil. Əksinə insanı tükəndirir. Çünki insan yaradılıb ki, nəsə etsin, nəsə qursun, nəsə yaratsın. Boş qalmaq ruhun elə bir ki, toz bağlaması kimi bir şeydir. Elə buna görə də fikirləşdim ki, bugün həm kamera açılsın, bugün həm video çəkmişəm, həm də montaj eləmişəm. Buna görə də özümə həqiqətən bu günləri gərək hədiyyə verim. Halal olsun mənə ki, bugün həm video çəkmişəm, həm işimi bitirmişəm. Bunu eləmək, aradan çıxartmaq həqiqətən çox rahatlaşdırdı məni. Həm də ki, montaj eləmişəm. Bəzi xanımlar çünki yazırlar, tez-tez soruşurlar. Hətta YouTube-a girmək istəmirəm, siz yoxsuz deyə yazanlar da var. Onu oxuyanda o qədər kövrəlmişdim ki, ona görə mənim üçün çox yaxşı oldu ki, bu videonu çıxarda bildim, sizinlə danışa bildim. İndi sizdən də rəyləri gözləyəcəm ki, görüm necəsiniz. Çünki həqiqətən də sizin hər bir rəyiniz mənim üçün çox önəmlidir. Hər biriniz mənim üçün çox önəmlisiniz. Oturanda ən acığım gələn şeydir ki, işin üstündən durasan. Ona görə burada mənə əslində sap lazım idi. Bu bantikin üstünə dolamaq üçün, amma sap yox idi yanımda. Skoçla qəşəngcə elədim, o da alındı. Belə formada bantik düzəltdim. Dediyim kimi oğlana çox xoşum gəlir. Tünd göydən acığım gəlir. Krem
krem rəngi ilə mavidən xoşum gəlir. İkisi bir yerdə daha baqatı görsənir məncə. Hazırdır. Bu gördüyünüz əslində mən bəyəndim. Düzdür, qeyri-adi bir şey deyil, amma ki sadə və balaca yaxşıdır. Xoşuma gəldi. Əgər siz də bəyəndinizsə, videonu ümumiyyətlə bəyənməyi, abunə olmağı unutmayın. Çünki bilirsiniz ki, bunlar mənim üçün çox önəmlidir. Təşəkkür edirəm. Gələn videolarda görüşmək üzrə.